Xidmət şərtlərimiz məsələn necədir? 1000 manata kimi təxt şəxsiyyət vəsiqəsindən götürə bilərsiniz hansısa bir malı. Təxt şəxsiyyətin sadəcə olaraq banka gedişməniz olmasıdır. Əgər desəz ki, məsələn mən 1000-dən yuxarı istəyirəm, məsələn 1500, 1600 euro istəyirəm, o zaman sizdən rəsmi iş yeri tələb olunacaqdır. Sadəcə gecikməniz olmasın bankaya, rəsmi iş yeriniz olsun, gecikmə olmasın. Təqaüd məsələn götürən olsa, belə də təqaüdlə də verilir. Hansısa bir mala məsələn 3 aydan 24 aya qədər bölünmüş şəklində verilir. Bir də ki, tam kart, bir kart var. Tam kart, bir kart olduğu zaman o faizsizdir. Məsələn, hansısa bir model, televizor modelini götürürsə, məsələn, deyək ki, 725 manata olan televizoru götürürsünüz. 6 aylığa böldürsünüz kreditlə, belə deyək, tam kartla ya bir kartla faizli şəkildə 725 manat televizor faizli şəkildə öz kartınızı ödəməklə, yəni götürə bilərsiniz. Yəni faiz ödəmirsiniz. Amma belə daxili kredit götürsəniz 3 aydan 24 aya qədər bölünür. Hər ayında özünün faizləri var. Yəni hansısa bir malı 725 manat 6 aylığa da böldürə bilərsiniz, 12 aylığa da 18 aylığa, 24 aya kimi böldürə bilərsiniz, amma faizləndir. 1000 manata kimi, yəni şəxsi vəsiqəsindən götürə bilirsiniz. Yəni 1000 manata keçdi, rəsmi iş yeri tələb olunur. Bir də gecikmə olmasın banklərdə, belə bir şey də var.